Xoş gördük dəyərli izləyicilər. Bugünkü mövzumuz sizə ginekamastiya haqqında olacaq. Ginekamastiyalar kişilərdə estetik baxımdan ən çox kompleks salan problemlərdən biridir. Burada tibbi nöqteyi-nəzərdən yox, daha çox sizin başa düşəcəyi şəkildə izah eləmək istəyirəm. Ginekamastiyalar çəki artımına bağlı, yalançı ginekamastiyalar, yəni piyin artması hesabına və ya həqiqi ginekamastiya süd vəzi toxumasının böyük olmasına hesab ola bilər. Burada ən vacib nüans nədir? Bütün kişilərdə, yer üzərində olan bütün kişilərdə süd vəzi toxuması vardır. Yəni bir insanda süd vəzi toxuması vardır deyə ginekamastiya hesab olunmur. Ginekamastiya üçün bəzi kriteriyalar var. Süd vəzi ölçüsünün böyük olması, qadın tipli olması, süd vəzində ağrıların olması, bəzən axıntıların olması ginekamastiya diaqnozunu qoymağa əsas verir və əməliyyat qərar verdikdə yaşı mütləq nəzərə almalıyıq. Aşağı yaşlarda cinsi yetişkənlik dövründə bu əməliyyatlar qəbul edilməzdir. Aşağı yaşlarda bu keçici ginekamastiyalar olur. Yeniyetmə dövründə isə 70% hallarda bu geri dönüşlü olur. Yəni əməliyyata ehtiyac olmadan, müalicəyə ehtiyac olmadan bu geri dönüş verir. Yuxarı yaşlarda isə lap yuxarı yaşları nəzərdə tuturam 40-45 yaşın üstündə bütün kişilərdə dəri sallanması hesabına ginekamastiya görüntüsü olur. Burada da diaqnoz qoyarkən mütləq şəkildə düzgünlük və vicdanla düz diaqnoz qoyub əməliyyat qərar vermək lazımdır. Biz əgər xəstəyə diaqnoz qoyduqsa ginekamastiya, bu zaman əməliyyat nə olur? Ginekamastiyanın ləğvi. Burada yalnız liposaksiya da edə bilərik, yalançı ginekamastiyadsa. Həqiqi ginekamastiyada isə mütləq şəkildə ayrı olan ətrafında kəsik aparılıb və çıxarılmalıdır. Əməliyyat 30-35 dəqiqə ərzində icra olunur, 2 həftə sonra korset vurulur, 5-7 gün tam həyatımıza geri dönüş ola bilir. Əməliyyatdan sonra elə ciddi iz qalmır. Bu qədər suallarınız olsa bizimlə paylaşa bilərsiniz. Sağ olun.